Salam Rəşad bəy, xoş gəlmisiniz. Mövzumuz türkü tanımaq, iç və dış türklər, türklər köçəri olub, bu sual adı altında mövzumuzdur. Buyurun Rəşad bəy. Salam, hər kəsi salamlayıram. Günümüzün mövzusu iç-dış türklər, türklər köçəri olub yoxsa yox. Bildiyimiz kimi bizə əsasən iddia olunan ən böyük məsələlərdən biri budur ki, türklər köçəri olub 11-ci əsrdə, yəni 1071-ci ildə günümüz Azərbaycan türk ərazisinə gəlib və burada digər etnik qrupları türkləşdirərək özlərinə el tutub, yurt yaradıb, dövlət qurublar. Lakin Azərbaycan dərsliklərində, həmçinin Firidun Cəlilovun 9 bitik kitabında türklər eramızdan əvvəl 5-ci, 4-cü minillikdən günümüz Azərbaycan ərazisində Urmi gölü ətrafında fərqli tayfa birlikləri yaratmışdı. Bunlara biz Kutiləri, Lubiləri, Turukiləri, Suları, Kəngərləri və Naxçı tayfalarını misal göstərə bilərik. Və qeyd etməliyik ki, demək biz Şumerlərlə çağdaş olan Arradda dövlətinin olduğunu görürük. Hansı ki bunlar eramızdan əvvəl 5-ci, 4-cü minillikdən Subar bəyliyi və bunun ardınca daha sonra 4-cü, 3-cü minillikdən başlayaraq Lubi bəyliyi, onun ardınca Kutilər, daha sonra Turukilərin tayfa birliyi formasında var olduğunu və bu tayfaların da türk boylarından formalaşan siyasi, hərbi birliklər olduğu Azərbaycan dərsliklərində və Firidun Cəlilovun Urmiya nəzəriyyəsində qeyd olunur. Yaxşı, indi türklər köçəridirmi, yoxsa bu ərazilərdə, yəni günümüz Türk-Azərbaycan ərazisində əvvəldən yaşamış tayfalardırmı? Və əgər türklər 4000 ildən üzü günümüzə yaşayan bir xalqdırsa, bu neçə min illikdə necə olub ki, öz keçmişini, tarixini, dilini qoruyub və ya qoruya bilibmi, nə qədər qoruyub? Bunları müəyyən başlıqlar altında qeyd edib və bir-bir açmağa çalışacağam. Biz Urmi nəzəriyyəsinə əsasən türk tarixini oxuyası olsaq, görərik ki, Şumerlərlə çağdaş olan Arradda dövləti var, daha sonra Subar türk bəyliyi var, hansı ki o uzun minilliklər var olmuş, müəyyən zamanlarda fərqli boylar oradan ayrılıb müstəqil dövlətlərə çevrilmişdi. Və bunun arxasınca artıq qeyd etdiyim kimi Lubi, Kuti, Turuki tayfa birliklər olmuş, Subar bəyliyi, Kuman bəyliyi kimi bəyliklər olmuşdur. Və daha sonra isə buradan biz günümüz Cənubi Azərbaycan ərazisində Manna, daha sonra Midiya dövlətinin formalaşdığını, daha sonra isə Albaniya və rəsmi tarixə görə Atropatena, mənim etimoloji izahıma görə isə Asurbodun dövləti formalaşmışdı. Və bununla yanaşı mən ön Şumerlərin, Asurların da türk boylarından formalaşdığını, daha sonra isə digər tayfalar tərəfindən zəbt olunduğunu qeyd edirəm. Və həmçinin biz Anadolu ərazisinə gələn Hurilərin və həmçinin Hattləri zəbt edən Hetlərin və Urartu dövlətinin və həmçinin Babillərin gəldiyini gördükdə bu mənzərəni açmaq lazımdır. Və qeyd etməliyik ki, demək biz ümumi eramızdan əvvəl 5-ci, 6-cı minilliyin coğrafiyasını gözümüzün qarşısına gətirəsi olsaq, Urmi nəzəriyyəsinə əsasən türklər mərkəzi Urmiya gölü ətrafında yaşamış Türk Boylar Federasiyasından, birliyindən formalaşmış bir xalqdır. Və mən Dilin Kökəni kitabında apardığım təhlillər nəticəsində müəyyənləşdirirəm ki, türklər mərkəzi Urmiya gölü olmaqla Xəzər dənizi, Qara dəniz, daha sonra buradan sağa, sola cəhətlərlə deyəsi olsaq, şərqə, qərbə köçülər etmişdi. Biz həmin dövrə baxası olsaq, yəni eramızdan əvvəl 5-ci, 4-cü minilliyə baxası olsaq, artıq Şumerlər dönəmində daha sonra Akkatıların, yəni Proto-Hamisamilərin, Yahudilərin, Ərəblərin əcdadlarının Şumer ərazilərinə gəldiyini, burada məskunlaşdığını, daha sonra isə Akkatıların Şumerləri istila etdiyini, daha sonraki minillikdə isə Assur və Babil dövlətlərini qurduğunu görürük. Yəni demək ki, 5-ci minillikdən 2-ci minilliyə doğru artıq cənubdan üzü yuxarıya, şimala doğru Proto-Hamisamilərin əcdadları gəlmiş, Şumer ərazisinə məskunlaşmış və daha sonra daha yuxarıya doğru gəlmişdi. Və eyni ilə
qərbdə Qara dənizin şimal hissəsində formalaşan Proto-Hind-Avropa xalqının əcdadları yavaş-yavaş Anadoluya enmiş və buradan məskunlaşmışdı. Və digər bir hissə, yəni Proto-Hind-Avropa əcdadlarının bir hissəsi isə şimaldan Qara dənizin üzərindən Xəzər dənizinə tərəf gəlmiş və oradan daha sonra üzü cənuba doğru enmiş, Xəzər dənizi, Aralıq dənizi arasından üzü aşağıya doğru enərək buradan ayrılan iki qoldan bir hissəsi Hindistan ərazisinə, digər bir hissə isə Elam ərazisinə, günümüz İran körfəzi, köhnə adı ilə Kəngər Pars körfəzi ərazisinə gəlmişdi. Və onların bu əraziyə gəlib çıxması təxminən eramızdan əvvəl 8-ci əsrə təsadüf edir. Və biz həmçinin rəsmi tarixin dediklərini qəbul edəsi olsaq, Hurilərin və həmçinin Urartuların da Qafqaz dilli xalqlar, daha dəqiq deyəsi olsaq, proto-çeçenlər ola biləcəyi ehtimalı üzərinə, demək ki, Qafqazdan da eramızdan əvvəl 3-cü, 2-ci minilliyə doğru Anadoluya Qafqaz dilli xalqların da gəldiyini görürük. 6-cı, 5-ci minillikdə türklər mərkəzi Urmiya gölü ətrafında olub, Xəzər dənizi, Ağdəniz, Qara dəniz, Qırmızı dəniz dairəsində yaşayan bir xalq idisə, daha sonra Proto-Hami Samilərin, Proto-Hind-Avropalıların və Proto-Çeçenlərin bu ərazilərə doğru gəlməsi ilə türklər Urmi gölü istiqamətində mərkəzə doğru sıxışmış və daha sonra zaman-zaman şərqə qərbə köçlər etmişdi. Və Firidun Cəlilov arxeoloji qazıntıların təhlilinə əsasən iki böyük köç dalğasının türklərin şərqə doğru köç etdiyini qeyd edir. Bundan ilkinin eramızdan əvvəl 4-cü minillikdə baş verən köç, növbətisinin isə eramızdan əvvəl 2-ci minillikdə baş verən köç olduğunu göstərir Firidun Cəlilov öz Urmi nəzəriyyəsində. Demək ki, türklər 4-cü, 2-ci minillikdə iki böyük köç dalğasını həyata keçirmişdir. Firidun Cəlilov 4-cü minillikdə baş verən köçlərin nisbətən daha yaxın ərazilərə, 2-ci minillikdən sonra baş verən köçlərin isə daha uzağa doğru baş verdiyini qeyd edir. Mən ümumi, demək, Urmi nəzəriyyəsinə əsasən türklərin hansı formada köç etməsini göstərdim. Lakin mənim dil kökü ilə bağlı apardığım təhlillər isə göstərir ki, türklərin bundan əvvəlki dönəmlərdə də şərqə qərbə köçləri baş verməsi mümkündür. Türklərin daha əvvəlki dönəmlərdə günümüz Azərbaycan Türkiyə ərazisindən qərbə və şərqə köçlərini deməyə bir neçə səbəb var. Bunlardan birincisi, bilindiyi kimi 12 min il bundan əvvəl buz dövrünün bitməsi ilə havalar istilənməyə başlamışdı və nəticədə buzlaqların şimala doğru çəkilməsi ilə ov heyvanlarının, yəni maralların, keçilərin həmi şimala tərəf, həmi şərqə qərbə doğru geri çəkilən buzlaqları izləmişdilər və nəticədə Xəzər dənizinin həmi şimal tərəfinə, həmi şərq tərəfinə gedən ov heyvanlarını, maralları, keçiləri izləyən türklər 12 min il bundan əvvəl artıq Sibir Altay ərazisinə doğru köçlər etmişdi. 2. Mən dilin kökəni kitabında ilk dilin necə yaranmasının tam təhlilini vermişəm və burada göstərirəm ki, ilk dil Homo sapiens'in yarandığı dönəmdən üzü günümüzə inkişaf edən bir dil olmuşdu. İlk dil iki səsli Sait Samit və Saiti Samitin sağına keçən ikinci kök formasında olan sözlərdən ilk dil 9 baza Samit səs, 4 baza Sait səsdən iki səsli söz kökləri kimi formalaşmışdı. Daha sonra bu iki səsli köklərdən iki səsli kökün birləşməsindən 3-4 səsli yuvalar formalaşmışdı və bu yuvalar daha sonra fərqli dil ailələrinin yaranmasında lüğət bazasını təşkil etmişdir. Və mənim apardığım təhlillər göstərir ki, ilk dil kök dil olmuşdu və o təxminən 100 min ilə 60 min il arasında inkişaf etmişdi. Və 60 min ilə 10 min il arasında bəzi dil ailələrində bəzi sözlər şəkilçiləşmişdi və nəticədə plektiv və iltisaqi dillər formalaşmışdı. Və 10 min ilə 5 min il arasında isə plektiv və iltisaqi dillər biri-birindən ayrılmışdı. Düşünülür ki, ilk insan Homo sapiens Afrika coğrafiyasında var olmuşdu və Homo sapiens
ağıllı insan, danışan insan təxminən 100 min il bundan əvvəl günümüz Azərbaycan Anadolu ərazisi ilə Ərəb yarımadasını birləşdirən bir coğrafiyaya gəlmişdi və daha sonra buradan şərqə doğru gedən bir hissə 70 min il bundan əvvəl Çin ərazisinə gəlmişdi. Daha sonraki dövrdə günümüz Çin ərazisindən üzü şimala doğru qalxan bir qrup 25 min il bundan əvvəl günümüz Sibir Altay ərazisində məskunlaşmışdı. Və aparılan arxeoloji qazıntılar göstərir ki, təxminən 16 min ilə 14 min il arasında insanlar bir neçə köç şəklində Bering boğazını keçərək Amerika materikinə ayaq basmışdı. Və biz bildiyimiz kimi Çin ərazisində Çin-Tibet dilləri kök dillər formasındadır. Demək ki, 100 min il bundan əvvəl Ərəb yarımadası günümüz Anadolu Azərbaycan coğrafiyasını birləşdirən yerdə olan insanlar hələ ki kök dil danışırdı. Və elə bu səbəbdən buradan ayrılan günümüz Çin-Tibet ərazisinə gələn insanlar kök dil danışmağa davam etmişdi. Lakin daha sonraki dövrdə günümüz Türkiyə, Azərbaycan, Ərəbistan yarımadasını birləşdirən coğrafiyada olan topluluqlar bəzi sözləri şəkilçiləşdirdiyindən dillərdə şəkilçilərin formalaşması baş vermişdi. Və bu artıq qeyd etdiyim kimi təxminən 60 min ilə 10 min il arasında baş vermişdi. Və bu zaman şəkilçilər sözün əvvəlində və ya sonunda gəlməsi qaydası xüsusi bir qayda deyildi. Mənim apardığım təhlillərə əsasən ehtimal etməliyik ki, təxminən 10 min ilə 5 min il bundan əvvəl şəkilçili dillərdə flektiv dillər ilə iltisaqi dillər fərqlənməyə başladı. Yəni ki, biz flektiv dillər dedikdə şəkilçilər sözün əvvəlində və ya sonunda gələ bilir. İltisaqi dillərdə, şəkilçili dillərdə isə şəkilçilər yalnız sözün sonunda gəlir. Və mənim apardığım təhlillərə əsasən mən müəyyənləşdirirəm ki, flektiv dil olan Hind-Avropa dil ailəsi, yenə flektiv dil olan Hami-Sami dil ailəsi ilə Türk dilləri feillərinə görə, isimlərinə görə, şəxs əvəzliyinə görə, saylara, rəqəmlərə görə eyni, ortaq söz yuvalarını lüğət bazası kimi istifadə etmişdir. Bu isə onu deməyə əsas verir ki, 1. Türk dili Ural-Altay dilinin alt qrupuna aid olan bir dil deyil. 2. Türk dili müstəqil bir dil ailəsidir. 3. Demək ki, biri-birindən ayrılan dil ailələrində ən son ayrılan 3 dil ailəsi, yəni Proto-Hind-Avropa, Proto-Hami-Sami, Proto-Türk dilləri təxminən 10-cu minilliyə qədər günümüz Türkiyə, Azərbaycan, Ərəbistan yarımadasında yaşayan bir topluluq olmuşdu. Daha sonra təxminən 10-cu minilliklər ətrafında biri-birindən ayrılmışdı. Daha doğrusu Proto-Hami-Samilər Ərəb yarımadasında qalmışdı. Növbəti bir hissə isə ayrılaraq Qaradənizin şimal-qərb hissəsinə köçmüşdü və Xəzər dənizi, Qaradəniz, Ağdəniz, Qırmızı dəniz dairəsində qalan topluluq isə günümüz türklərinin əcdadlarına çevrilmişdi. Və artıq qeyd etdiyim kimi, dil kökü üzrə apardığım təhlillər göstərir ki, demək ki, təxminən 10-cu minillik ətrafına qədər Proto-Hami-Samilər, Proto-Hind-Avropa və Proto-Türklər bir coğrafiyada yaşamışdı və bu 3 proto-əcdadın dili eyni olmuşdu. Mən bunu Dilin Kökəni kitabında şərti olaraq Avro-Türk-Sami dil ailəsi adlandırmışam və daha sonra Proto-Avro-Türk-Sami dil ailəsi Proto-Hind-Avropa, Proto-Hami-Sami və Proto-Türk dil ailəsinə ayrılmışdır. Lakin burada diqqət edəcəyimiz bir məqam var. Belə ki, Hind-Avropa dilləri morfoloji quruluşuna görə flektiv dillərdir. Həmçinin Hami-Sami dilləri flektiv dillərdir. Lakin Türk dilləri iltisaqi, yəni şəkilçili dillərə aid edilir. Yəni Hind-Avropa dillərində, Hami-Sami dillərində şəkilçi sözün əvvəlində və ya sonunda gələ bilərsə, Türk dillərində şəkilçilər mütləq mənada kökün sonuna əlavə edilir.
Bu isə onu deməyə əsas verir ki, təxminən 12-ci, 10-cu minilliklər dövründə artıq bir-birindən ayrılan Hind-Avropa dilləri, Hami-Sami dilləri, şəkilçiləri flektiv qaydada inkişaf etdirmişdi. Lakin bu dövrdə Türk topluluqlarının bir hissəsi artıq buzulaqların şimala doğru çəkilməsi ilə Xəzərin şimalına doğru və həmçinin Sibir Altaya doğru köç etmişdi. Və bu zaman əsasən Xəzərin şərq tərəfində, Mərkəzi Asiyada formalaşmağa başlayan iltisaqi, yəni şəkilçili dil ailələrini formalaşdıran topluluqlarla əlaqədə olmuşdu. Və beləliklə türklərin bir qismi buzulaqların çəkilməsi ilə Xəzərin şərqinə doğru müəyyən köçlər etmişdi və bu türklər bu ərazilərdə formalaşan iltisaqi, şəkilçili dil nümayəndələri ilə birlikdə iltisaqi dillərin inkişafına təkan vermişdi və növbəti köçlər isə artıq Firidun Cəlilovun qeyd etdiyi kimi 4-cü, 2-ci minillikdə baş vermişdi və bu köçlər yalnız bir tərəfli, yəni şərqə doğru olmamışdı. Türklər zaman-zaman qərbə, şərqə köçlər etmişdi və eyni ilə bu və ya digər coğrafi, siyasi, hərbi səbəblərdən şərqdən də qərbə, yəni Orta Asiyadan Ön Asiyaya köçlər etmişdi. Və nəticədə Xəzər dənizinin həm qərb, həm şərq ərazisində yaşayan türklər flektiv dillər olan Hind-Avropa və Hami-Sami dillərindən fərqli olaraq iltisaqi, şəkilçili dil kimi formalaşmışdı. Üçüncü səbəb isə budur ki, biz Çatalhöyükdə tapılan, skeletlərdə aparılan DNK analizinə əsasən bu insanların əksəriyyətinin haploqruplarının R1, AB haploqrupları olduğunu müəyyənləşdirmişik. Türkiyə professoru Nəcati Dəmir Baykal gölü ətrafında yaşayan insanların da haploqrupunun R1 haploqrupları olduğunu qeyd edir və bu insanların 26 min ildən üzü günümüzə bu ərazilərdə yaşadığını qeyd etmişdi. Və bunun paralelində biz Göbəkli təpədə olan ilan damğası ilə Baykal gölü ətrafında tapılan ilan rəsmlərinin eyni olduğunu görürük. Həmçinin Sibir Altayda tapılan quş damğası ilə mamont buynuzundan hazırlanmış ana tanrıça heykəlləri ilə digər ana tanrıça heykəllərinin eyniliyini görürük. Və bütün bu dediklərimizi ümumiləşdirəsi olsaq, mən düşünürəm ki, Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində ilk ata yurtda yaşayan türklər şərqə, qərbə doğru köçləri 12-10 min il bundan əvvəl başlamışdı və ilk köçlər Avro-Türk Sami dil ailəsindən ayrılan Hind-Avropalıları və Hami-Samiləri flektiv dillər kimi dilini inkişaf etdirmişdirsə, bu türklərdə iltisaqi, şəkilçili dilin formalaşmasına gətirib çıxarmışdı. Və növbəti köçlər isə artıq Firidun Cəlilovun Urmiya nəzəriyyəsində göstərdiyi kimi eramızdan əvvəl 4-cü, 2-ci minillikdə baş vermişdi. Lakin gəlin 5-ci, 4-cü minillikdən üzü günümüzə baş verən məsələlərin təhlilini aparaq. Demək ki, biz müəyyənləşdirdik ki, eramızdan əvvəl 6-cı, 5-ci minillikdən sonra cənubdan Proto-Hami-Samilərin əcdadları Şumer ərazisinə gəlir və burada məskunlaşması ilə ön Şumerlər artıq Akkadlarla qarışır və daha sonra Akkad dövləti qurulur və həmçinin Subar bəyliyi məcburən üzü yuxarıya doğru, cənuba doğru sıxışır və eyni ilə Anadoluya gələn Proto-Hind-Avropalıların gəlməsi nəticəsində artıq Anadolu ərazisinə yayılmış proto-türklər məcburən yenidən Xəzərə, Göyçə gölü, Urmi gölü ərazisinə doğru mərkəzə çəkilməyə məcbur olmuşdur. Və həmçinin bunun paralelində daha sonra 1-ci minillikdə Hurilərin Anadolu ərazisinə gəlməsi türklərin yenidən Göyçə gölü və Urmi gölü ərazisinə çəkilməsinə səbəb olmuşdur. Və bu arada qeyd edim ki, Firidun Cəlilovun Urmi nəzəriyyəsində qeyd edir ki, Hurilərin
gəlib Anadolu ərazisində qurduğu dövlətdə mitanlarla, Türk boyları ilə əlaqədə birlikdə olması nəticəsində qurulmuşdur. Firidun Zəlilovun 9 bitik kitabında göstərdiyi xəritəyə diqqət edək. Bu xəritədə göründüyü kimi eramızdan əvvəl 4-2-ci minilliklər arasında cənubdan Samilər üzü yuxarıya, cənuba doğru hərəkət etmiş və proto-türkləri sıxışdırmışdı və eynilə Qara dənizin şimal-qərbində yaşayan Hind-Avropalıların bir hissəsi Hititlər kimi Anadolu ərazisinə gəlmişdi. Növbəti bir hissə isə Qara dənizin şimalını izləyərək Xəzər dənizinin şərqindən üzü aşağıya enmişdi. Və burada günümüz Əfqanistan ərazisində iki qola ayrılmışdı. Bir hissə buradan Hindistana getmişdi. Növbəti bir hissə isə Fars, Kəngər körfəzi, günümüz İran körfəzi ətrafına gəlib burada məskunlaşmışdı. Və onların günümüz İran körfəzi ətrafına gəlib məskunlaşması eramızdan əvvəl 8-ci əsrə təsadüf edir. Və bundan sonra onlar üzü şimala doğru proto-türkləri sıxışdırmağa başlamışdı. Və günümüz İran körfəzi ətrafında Türk-Bars boyu ilə qarışan Hind-Avropalılar daha sonra Bars Türk boylarının adı ilə Fars adlanmışdı. Və bu Hind-Avropa Türk qarşımı olan Barslar, Farslar daha sonraki dönəmdə Midiya dövlətində üstünlüyü ələ keçirəcəkdir. Midiya dövləti haqqında növbəti söyləşidə geniş danışacağam. Yalnız bunu deməklə kifayətlənək ki, Farsların bu ərazidə hakimiyyəti ələ alması Midiya şahı, hökmdarı Astiaqın ölümündən sonra Astiaqın qız nəvəsi olan Kirin hakimiyyəti ələ alması və Əhəmənilər dövlətini qurması ilə bağlıdır. Və Firidun Zəlilovun tərtib etdiyi xəritədə göstərildiyi kimi Proto-Qafqaz dilli xalqların bir hissəsi Qafqazdan günümüz Anadolu ərazisinə hərəkət etmişdi və burada onlar Huri və daha sonra Urartu dövlətlərini qurmuşdu. Firidun Zəlilov Hurilərin Türk mitan boyları ilə birlikdə bu dövləti qurduğunu 9 bitik kitabında geniş formada göstərmişdi. Və bu arada qeyd edim ki, Türkiyə professoru Yusif Halacoğlu 1993-2008-ci illərdə Türk Tarix Qurumunun sədri olmuşdu. O, bu quruma sədrliyi etdiyi dönəmdə Anadolu ərazisində 1200-dən çox kurqanı müəyyənləşdirib təsbit etdirmişdi. Və bu kurqanların bir neçəsi qazılaraq araşdırmalar aparılmışdı. Və bu kurqanların yaşı eramızdan əvvəl 4-2-ci minilliyə aid edilir. Və bu özü belə Anadolu ərazisində eramızdan əvvəl 4-cü minillikdə türklərin yaşadığını göstərir. Lakin maraqlı, daha doğrusu qəribə bir məqam isə budur ki, burada 1200-dən çox aşkarlanan kurqanın yalnız bir neçəsi araşdırılmış, geri qalan kurqanlarda günümüzə qədər hər hansısa arxeoloji araşdırmalar aparılmamışdır. Və Yusif Halacoğlu qeyd edir ki, bu araşdırmaların dayanması onun Türk Tarix Qurumuna sədrliyinin bitməsi ilə başlamışdır. Mövzumuza geri qaydası olsaq, biz demək ki, Anadolu ərazisində eramızdan əvvəl 4-cü minillikdən günümüzə Türk kurqanlarının olduğunu bilirik və Anadoluda 1200-dən çox kurqan təsbit edilib və günümüzə qədər araşdırılmadan qalmışdır. Və müəyyən sayda kurqan isə araşdırılmışdır. Bu isə onu deməyə əsas verir ki, bu faktlar belə eramızdan əvvəl 4-cü minillikdə türklərin var olduğunu deməyə əsas verir. Bu arada haşiyə çıxaraq əlavə edim ki, tarixin atası adlanan Herodot Saklar, İskitlərlə bağlı iki rəvayət yazmışdır. Bir rəvayətə görə Sakların ataları Tarqitay adlanır, digər rəvayətə görə isə Herakl adlanır. Mən əvvəlki bölümlərdə Günəş, Qor kültüründən danışdım və Qor sözündə
qor, günəş, kral, hökmdar mənasında, Haruna, tac mənasında, Zülqərneyn, Hami Sami, Yahudi ərəb inancında iki buynuzlu rəhbər inancının olmasında və bunun davamı kimi türklərdə də Dədə Qorqud və Koroğlunun əslində qor kültürünün davamı olan hökmdarlar olduğunu geniş formada danışmışam. Yəni dolayısıyla bu Koroğlu inancı Yunanlarda daha sonra Herakl kimi fonetikləşmişdi. Demək ki, Herodotun qeyd etdiyinə görə Sakların, İskitlərin əcdadı Herakl, yəni Koroğlu hesab olunur. Lakin digər bir rəvayətə görə isə Sak İskitlərin atası Targitaydır. Yaxşı, Targitay nə deməkdir? Targitay sözünü əsasən tarım söz kökü ilə əlaqədar olduğunu və əkin əkən bir adam mənasına gəldiyi düşünülür. Lakin mən bu etimoloji təhlilin tamamilə səhv olduğunu düşünürəm. Burada Targitay sözü tarq, türk və tay formasında formalaşmış bir addır. Dolayısıyla Targitay türk və tay sözündən formalaşır. Yaxşı, buradakı tay hissəsi nə deməkdir? Mən artıq atlı türklərin boylar halında yaşadığını və fərqli zamanda, fərqli coğrafiyalarda, fərqli siyasi hərbi birliklər yaratdığını qeyd etdim. Və bu siyasi birliklər əsasən könüllülük əsasında toylarda, qurultayda seçilən xanların rəhbərliyi ilə yaranan birlik idi. Və buradakı toy hissəsi həmin birliyi ifadə edən sözdür. Bu söz iki formada formalaşmış ola bilər. Bunun birincisi Türk dilində tik, tikmək, takım, tokka, toy, dügün sözünün kökü olan toy sözüdür ki, bu birləşməni, kilməni, bir yerə yığılmanı ifadə edir. İkinci etimoloji təhlil isə demək, deyim sözünün kökü olan dey sözüdür. Yəni deyim ilə, səs çoxluğu ilə seçilməni ifadə edir. Və etimoloji təhlillər göstərir ki, türklər əsasən belə hallarda bənzər bir neçə sözü fonetikləşdirərək bir söz kimi ifadə etmişdir. Toy sözü günümüz Azərbaycan dilində evlilik zamanı həyata keçirilən şənliyi ifadə edir. Və qəribə olsa da Azərbaycan dilçiləri toy sözünü doymaq sözü ilə eyni kök olduğunu düşünür. Lakin artıq qeyd etdiyim kimi buradakı toy sözü tikmək sözü və deyim sözünün kökü olan dey sözü ilə əlaqədardır və birliyi, səs çoxluğunu ifadə edir. Və biz türklərdə bu toy sözünü qurultay ilə seçilən rəhbər mənasında bir ünvana çevrildiyini görürük. Misal üçün artıq qeyd etdiyim kimi Targitay əslində türk tay deməkdir. Yəni türklərin qurultay ilə seçilmiş rəhbəri, türk tay. Və biz bu sözü həmçinin Midiya şahı Deyok adında da görürük. Burada olan Deyok adı əslində tay və ağa sözünün birləşməsindən formalaşmışdır. Yəni əslində Midiya şahı olan Deyok toy ağası deməkdir. Və buradakı toy ağası, yəni seçim ilə gəlmiş ağa deməkdir. Midiya şahlarının adlarının etimoloji təhlilinə Midiya ilə bağlı qarşıdakı söyləşidə dəyinəcəm. Demək ki, biz nəyi müəyyənləşdirdik? Herodot Sak İskitlərin əcdadını iki rəvayətə əsasən, birində Herakl, yəni Koroğlu, digərində isə Targitay, yəni türk tay formasında olduğunu qeyd etmişdi. Yəni dolayısıyla demək ki, Sakların əcdadı, ulu babası türk tay olmuşdu. Yəni seçilmiş türk olmuşdu. Və biz bu zaman Trakiya ərazisinin etimoloji təhlilini türk sözü üzərindən aparmalıyıq. Və digər bir məqam isə budur ki, Herodot öz kitabında yörüklərdən danışır və aparılan araşdırmalar göstərilir ki, əslində buradakı yörük sözü hürük formasında olmuşdu və daha sonra hansısa səbəblərdən bu
səhvən yörük formasında yazılmışdı. Və biz beləliklə Anadolu ərazisində eramızdan əvvəl 4-cü minillikdən başlayaraq türk furqanlarını müəyyənləşdirmişik və həmçinin Herodotun Qara dənizin şimalında yaşayan Sakskitlərdən danışdığını və onların əcdadının Koroğlu və ya Targitay, yəni Türk tay olduğunu qeyd etdiyini və həmçinin türklərdən danışdığını, daha sonra bilinməyən səbəblərdən bunun buradakı türk sözünün yörük formasına salındığını görürük və həmçinin müəyyənləşdirdik ki, Midiya şahı Deyok da əslində Toygu, Toy ağa formasında olmuşdu. Və son Midiya şahı Astyakın vəfatından sonra onun qız nəvəsi Firin hakimiyyətə gəlməsi ilə Türk-Midiya dönəmi bağlanaraq Fars-Əhəməni dövrü başlamışdı. Hansı ki bu farslar da bu ərazilərə eramızdan əvvəl 8-ci əsrdə gəlmişdi. Və biz ümumi mənzərəyə baxdıqda Anadoluya gələn Hetlərin və Proto-Qafqaz dilli xalqın, Cənubdan Samilərin və sonuncu minillikdə farsların gəlməsi ilə türklərin mərkəzə, Urmu, Göyçə gölü ətrafına sıxışdığını və buradan şərqə, qərbə köçlər etməyə başladığını görürük. Mövzumuza qaydası olsaq, demək ki, 5-ci minillik ilə 4-cü, 2-ci minillik arasında türklər artıq adını çəkdiyim 4 dənizdən mərkəzə, Göyçə gölü, Urmiya gölü ətrafına çəkilməyə başlamış və daha sonra isə bu təsir ilə sağa sola, şərqə, qərbə doğru köçlər etməyə məcbur olmuşdur. Və yalnız bu zaman artıq türklərin növbəti bir həyat tərzini seçəcəyini görəcəyik. Yəni 4-cü, 2-ci minillikdən sonra türklərin bir qismi köçəri həyata keçəcək. İndi gəlin burada mövzunu saxlayıb bir köçərlik nədir və köçəri olmaq hansı şərtləri məcbur edir, bunları müəyyənləşdirək. Qeyd edək ki, köçərlik tarixən insanların seçdiyi həyat tərzlərindən biridir. Qeyd etməliyik ki, xalqların hamısının eyni anda köçəri olması məcburiyyəti yoxdur. Və biz əsasən baxırıq ki, xalqların, istənilən xalqın bir qismi zaman-zaman köçəri olub, digər bir qismi yerləşik həyat seçmiş ola bilər. Biz köçərliyin baş verməsinin eramızdan əvvəl təxminən 5-ci minillikdən üzü günümüzdə inkişaf etmiş tarixi hadisələri araşdıraraq görürük. Və köçərliyin baş verməsi üçün digər iki əsas amil atların və öküzlərin əhəlləşdirilməsidir. Və atlar eramızdan əvvəl 4-cü, 3500-cü illər arasında əhəlləşdirildiyi düşünülür və eramızdan əvvəl təxminən 3-cü minillikdə öküzlərin əhəlləşdirildiyi düşünülür. Bunu bilmək niyə vacibdir? Çünki uzun ərazilərə köç etmə atlar və öküzlərin arxasına qoşulan arabalar ilə mümkündür. Və demək ki, uzun ərazilərə baş verən köçlər eramızdan əvvəl 4-cü, 3-cü minillik arasında atların və öküzlərin əhəlləşdirilməsindən sonra baş verməlidir. Atların evcilləşdirməsi əslində eramızdan əvvəl 4-cü minillikdən əvvələ aid edilir. Lakin atların daha uzaq məsafəyə getməsi yalnız Tuncun, Türkiyə türkcəsində bronzun kəşfi ilə əlaqədardır. Belə ki, Tuncun kəşfi at nalının kəşfinə səbəb oldu və nəticədə nal vurulan atlar daha sürətlə və daha uzaq məsafələrə gedə bildi. Yəni, nalsız atlar uzaq məsafəyə gedə bilmirdi və Tuncun kəşfi nallanmış atları və nallanmış atlar isə daha uzaq məsafələrə hərəkət etməyə səbəb oldu ki, bu da özlüyündə atların həmi arabalı atlar və daha sonra birbaşa atın minilməsi ilə uzaq məsafələrə getməyə səbəb oldu. Və belə bu səbəbdən də biz köçəri həyat yaşayan topluluqların eramızdan əvvəl 5-ci, 4-cü minillikdən daha geniş hal aldığını görürük. Və təbii ki, atların daha çevik istifadə edilməsi daha sonra dəmirin kəşfi ilə əlaqədardır. Gəlin elə bu səbəbdən biz qalay, tunç və dəmir sözlərinin etimoloji təhlilinə baxaq. Qalay sözü necə yaranıb? Dilçilər düşünür ki, qalay sözü türk dilinə ərəb dilindən gəlib. Yaxşı, ərəb dilinə bu söz necə gəlib? Düşünülür ki, Asiyada qalay yataqları olan bir yer var
və bura koala deyilir və bu koala sözündən daha sonra qalay sözü formalaşmışdır. Qısaca olaraq bunu deyək ki, qalay sözü türk dilində olan qalamaq, yandırmaq, od mənasına gələn söz kökü ilə bağlıdır. Yəni qalayı kəşf edən insanlar bunu əridərək metal halına sala bildiyindən buna əriyən mənasında, yandırılan mənasında qala, qalamaq sözündən qalay demişdir. Və daha sonra qalaya qurğuşunu qataraq tuncu əldə edən türklər tan, təndir, tonqal, günəşin doğması mənasına gələn dan, çayın dəmlənməsi mənasına gələn dən söz kökü ilə eyni kökdən tan sözündən yanan, odlanan mənasında tan, orada son n-nın nıqlaşması ilə tank, qının cılaşması ilə tunç sözünü formalaşdırmışdır. Qeyd edim ki, bir çox türk dialektində və Orta Asiya türklərində buna tunç yox, elə tunk deyilir. Və eyni ilə daha sonra dəmir sözünü yenə adını çəkdiyimiz dan kökü ilə formalaşdırmışdılar. Dilçilər isə dəmir sözünün hansı kökdən niyə formalaşdığını bilmir. Və biz beləliklə od mənasına gələn qala sözündən qalay sözünü, dan, təndir tonqal sözünün kökü olan dandan, tank, tunç sözünü, dəmir sözünü formalaşdırdığını görürük. Və bu zaman biz polad mənasına gələn çəlik sözünün də hansı formada formalaşacağını müəyyənləşdiririk. Dilçilər iddia edir ki, çəlik sözü türk dilində çal, vurmaq mənasına gələn söz kökü ilə əlaqədar ola bilər. Əslində çəlik sözü türk dilində olan uç çal kökü ilə bağlıdır. Çal sözü əski türk dilində ağ, işıq mənasına gəlmişdir. Bunu biz bir frazada görürük. Saçı ağaran birinə saçı çallanıb deyilir. Və uçul kökünün ziddi kimi çil sözü qara, ləkə, aşağı mənasına gəlir və həmçinin çil sözü qış mənasına gəlmişdir. Və biz beləliklə türklərin qalayı, tuncu, dəmiri kəşf etdiyini və bunu öz dilindəki sözlərdən adlar qoyduğunu və nəticədə ata nal vuraraq daha uzaq məsafələrə hərəkət edə bilən bir topluma çevrildiyini görürük. Və bu zaman biz nal sözünün də hansı etimoloji təhlillə baş verdiyini düşünməliyik. İddia olunur ki, nal sözü ərəb dilində olan ayaqqabı, sandal mənasına gələn sözdən olub və türk dilinə keçmişdir. Lakin xatırladım ki, mən Dilin Kökəni kitabının təhlilini apararaq göstərirəm ki, nal sözü yuxarının aşağısı mənasına gələn bir söz kökü olmuşdu. O, Hind-Avropa dillərindən ingilis dilində caynaq mənasına gəlmişdi. Rus dilində 0, 0 sözünə çevrilmişdi. Ərəb dilində ayaqqabı, sandal mənasına gəlmişdi və türk dilində nal mənasına gəlmişdi. Və bu arada xatırladım ki, Orta Asiya türklərində əsasən nal sözü tak kimi ifadə olunur. Və bu tak sözü də əslində bizim bildiyimiz get sözünün tərs kombinasiyası olan atak söz kökü ilə bağlıdır. Atak sözündə t-nın yılaşması ilə o ayaq sözünə çevrilmişdi. Hind-Avropa dillərində hücum mənasına gələn atak sözü, ərəb dilində içəri girmə mənasına gələn daxil sözü və həmçinin türk dilində istiqamət bildirən şəkilçi mənasına gələn daq, dək sözü, misal üçün Bakıya dək, Qazağa dək şəkilçisi kimi və həmçinin paltarın aşağı istiqamətini bildirən ətək sözü ilə eyni kökdür. Yəni dolayısıyla Orta Asiya türklərində nal mənasına gələn tak sözü atak, dək və ətək sözü ilə eyni kökdür və aşağı hərəkət mənasına gəlir. Və artıq qeyd etdiyim kimi bu köçlər zamanı da demək ki, müəyyənləşdirdik ki, atların və öküzlərin arxasına arabalar qoşularaq köçlər həyata keçirilirdi. Və bu zaman demək biz arabaların nə zaman kəşf olunduğunu müəyyənləşdirməliyik. Və tarixdə tapılan arabaların eramızdan əvvəl təxminən 2-ci minillikdə Orta Şərqdə Mesopotamiya bölgəsində yayıldığını görürük. Və həmçinin köçəri olmaq üçün çadırların qurulması və bu çadırların qurulması üçün xalça və kilimlərin
keçələrin düzəldilməsi tələb olunur və biz xalçaların eramızdan əvvəl 5-ci minillikdən üzü günümüzə doğru toxunulduğunu arxeoloji qazıntılarla müəyyənləşdiririk. Və əgər köçlər atlarla baş verirsə, atlı öküzlü arabalardan sonra atların bilavasitə minilməsi şalvarın kəşf olunmasını məcbur qılacaqdır. Və biz eramızdan əvvəl 2-ci minillikdə artıq şalvarın Orta Mərkəzi Asiya və günümüz İran bölgəsində olduğunu müəyyənləşdiririk. Yaxşı, şalvar sözü necə yaranır? Dilçilər iddia edir ki, şalvar sözü uzun don mənasına gəlir və fars dilinə aiddir. Və çal sözü Orta Fars dilində bud, bacaq, ayaq mənasına gəlir və var sözü isə örtmək mənasına gəlir. Hansı ki biz ingilis dilində bunu wear olaraq işlədirik. Haqlıdırlarmı? Əslində ilk təzahürdən həqiqətən də haqlıdırlar. Lakin burada bir məqam var. Bunu müəyyənləşdirmək üçün biz ilk əvvəl türk dilinə aid edilən don sözünün etimoloji təhlilinə baxaq. Dilçilər don sözünün türk dilinə aid olmasında ittifaq edir. Yəni don sözünün türk dilinə aid olmasında hər hansısa bir problem yoxdur. Yaxşı, don sözü necə yaranır? Dilin kökəni kitabının 201-ci səhifəsində mən yuxarı işıq kökündən tam, dən, dəm, duman, təndir, tamı kimi sözlərin formalaşdığını göstərirəm və həmçinin utum kökünün saytı sağa keçən tumu kökündən işığın ziddi kimi don, tünd sözünün yuxarının aşağı mənasında dam, damcı, din, denk, dəniz sözünün və həmçinin don və tuman sözünün formalaşdığını göstərirəm. Yəni dolayısıyla demək ki, ilk dildə və önkürk dilində don və tuman sözü utum yuxarı söz yuvasının saytı sağa keçən kökündən formalaşmışdır. Bunu niyə deyirəm? Çünki şalvar sözü də eyni ilə usul, yuxarı, işıq mənasına gələn kökdən biz işıldamaq, Hind-Avropa dilində günəş mənasına gələn solnitsa sözünün olduğunu görürük və usul kökünün saytı sağa keçən suul kökündən biz aşağı işığın ziddi mənasına gələn sözlərin formalaşdığını görürük. Biz burada sol, solmaq, işığın solması mənasına gələn söz və aşağı mənasına gələn sal, sallamaq sözünün olduğunu görürük. Və aşağı sallanmaq, sallanan mənasına gələn kökdən biz şal sözünün formalaşdığını görürük və daha sonra bu şal sözündən biz şal və vurmaq, bürümək mənasına gələn sözdən şalvar sözünün olduğunu görürük. Yəni dolayısıyla əslində Hind-Avropa dilində geyinmək mənasına gələn wear sözü ilə türk dilində olan vurmaq, bürümək mənasına gələn söz eyni kökdür. Hansı ki mən vur sözünün geniş təhlilini vermişəm. Yəni dolayısıyla şalvar sözü fars dilində yazılan hansısa qaynaqda ola bilər. Lakin bu fars dilində formalaşmış bir söz demək deyil. Və biz beləliklə türk dilində şalvar sözünün, don sözünün, tuman sözünün olduğunu gördük və bu sözlərin yuxarı işıq mənasına gələn söz yuvasının zid mənası kimi formalaşdığını müəyyənləşdirdik. Demək ki, tuncu, dəmiri kəşf edən insanlar daha sonra nalı düzəldərək atları nallayıb daha uzaq məsafələrə köç edə bilmişdi. Və atı bilavasitə minilməsi isə şalvarın kəşfinə gətirib çıxarmışdı. Və bu kəşf həmçinin mobil hərəkət edən insanlar üçün qılıncdan, nizədən daha çox yayın kəşfinə də gətirib çıxaracaq. Və biz ümumi mənzərəni gördükdə müəyyənləşdiririk ki, demək, türklər 4-cü, 2-ci minillikdən başlayaraq Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsindən Göyçə gölü, Urmiya gölü mərkəzinə doğru bu ərazilərin digər xalqlar tərəfindən tutulması ilə sıxışdırılmışdı və daha sonra şərqə, qərbə doğru köçlər etmişdi və Firidun Cəllovun Urmi nəzəriyyəsində müəyyənləşdirdiyinə görə iki böyük köç dalğası 4-cü, 2-ci minillik arasında baş vermişdi və 2-ci minillikdə baş verən köçlər daha uzaq məsafəyə idi.
Və biz bunun arxa planında müəyyənləşdirdik ki, demək, atın evcilleştirilməsi, öküzün evcilleştirilməsi, arabanın düzəldilməsi, şalvarın kəşf olunması, bütün bunlar hamısı 4-cü, 2-ci minillik arasında baş vermişdi. Demək ki, türklərin də sırf uzun müddətli ərazilərdə köçəri halda yaşaması məhz bu anlayışların hamısının eyni anda istifadə edilməsi ilə bağlı olmuşdu. Lakin bütün bunların hamısının eyni anda istifadə olunması bütün türkləri köçəri mi edir, yoxsa yox? Biz artıq videonun əvvəlində də qeyd etdiyim kimi, demək, bu ərazilərdə yaşayan türklər, yəni ön şümerlər artıq o əraziyə gəlib köçmüş, lakin yerli formada yaşayan şəhər mədəniyyətləri quran türklər idi. Və eyni ilə Kutilər, Lulubilər, Turukilər, ondan əvvəlki Şümerin çağdaşı olan Arratta dövləti və bunun ardı ilə daha sonra qarşımıza çıxan Manna, Midiya, Albaniya, Atropatena, mənim etimoloji izahımla qeyd etdiyim Atropatenanın əsl türkçəsi Asurbodun dövlətləri oturaq həyat keçirən türklər, şəhər salmış türklər idi. Lakin Orta Asiya, Mərkəzi Asiya köçən türklər isə artıq köçəri həyat yaşamağa başladı. Bunun səbəbi nə idi? Bunun səbəbi artıq müəyyənləşdirdiyimiz kimi şəhər salmış türklərin bir hissəsi həmin saldığı şəhərlərin digər etniklər tərəfindən zəbt olunmasından sonra mərkəzə doğru köç etdi və bu zaman bilərəkdən, bilməyərəkdən, zərurətdən, məcburiyyətdən müəyyənləşdirdi ki, demək, yaşamağın və düşməndən qaçmağın ən əsas yolu şəhər tikmək, qalalar tikmək yox, köçəri olaraq konkret bir məkanda yaşamamaqdır. Və elə bu səbəbdən də demək ki, türklər zaman-zaman qurduğu şəhərlər digərləri tərəfindən, digər etniklər tərəfindən işğal olunsa da, köçəri olan türklər bu işğaldan qorunmuş və nəticədə öz dilini qoruya bilmişdir. Və bildiyimiz kimi, digər yandan əgər bir şəhər qurursansa və o şəhər inkişaf edirsə, zamanla həmin şəhər bir yol üstündə çarpan keçidi üzərindədirsə, o şəhər inkişaf edir və bu inkişaf nəticədə digər xalqlarla təması və həmçinin zaman-zaman işğalçı qüvvələrin o şəhəri zəbt etməsi və ya həmin şəhərin ətrafında digər etniklərin gəlib məskunlaşması və bu zaman dil alış-verişi, digər sosial-kültürel alış-verişlərin baş verməsi ilə həmin xalq ola bilsin ki, zaman-zaman öz kimliyini itirsin. Lakin köçəri xalqlarda isə onlar daim hərəkətli olduğundan, kənar təsirlərdən daha uzaq olduğundan öz kimliklərini daha çox qoruma imkanları olmuşdu. Və beləliklə 4-cü, 2-ci minillikdən başlayaraq arabalarla köç etməyi bacaran türklər daha sonra atlardan bilavasitə minməyi istifadə edərək köçləri həyata keçirdi. Və beləliklə oturaq olan türklər daha sonra oturaq, arançı və köçəri olan formada, 3 formada həyat tərzi yaşayan türkləri meydana gətirmiş oldu. Yəni, dolayısıyla türklərin hamısı köçəri deyildi. Türklər daha əvvəl oturaq formada həyat keçirirdisə, daha sonra heyvanları əhilləşdirməsindən sonra oturaq, arançı həyat tərzini həyata keçirdi. Daha sonra isə daha uzaq məsafələrə köç etməsi ilə 3 həyat tərzindən, yəni oturaq, arançı və köçəri olan türk boyları formalaşdı. Və at sürüləri olan türk boyları eyni zamanda böyük qoyun sürülərinə də sahib olması onlara daha böyük əraziləri tələb edirdi. Və bu şərtlər köçəri olan türkləri daim köç formasında yaşamasını məcbur qılmışdı. Və bunun nəticəsində artıq türklərdə iç türklər və dış türklər anlayışı formalaşmağa başladı. Yəni, şəhər salmış, yerli türklər, oturaq türklər, hansı ki oturaq və ya arançı olur, bunlara iç türklər deyilməyə başladı, köçəri olan türklərə isə dış türklər deyilməyə başladı. Və biz Dədə Qorqud dastanına baxdıqda qarşımıza dış Oğuz və iç Oğuz anlayışının çıxdığını görürük. Bunlar zaman-zaman dostluq edir, zaman-zaman isə biri-biri ilə mübarizə aparmışdı. İndi qarşıda mümkün qədər bu məsələlərə toxunarıq, lakin ümumilikdə biz Oğuzlarda dış Oğuz və iç Oğuz
anlayışının Dədə Qorquddan günümüzə gəldiyini görürük. Bəziləri iç Oğuz və dış Oğuzu su Oğuzları və daş Oğuzları olaraq ifadə etməyə çalışır və biz həmçinin Oğuz xan dastanında Oğuz xanın iki oğlunun 24 Oğuz tayfasını formalaşdırdığını, yəni hər oğlun 12 tayfanın rəhbərinə çevrildiyini görürük. Və bunlar dastanda boz oxlar və üç oxlar kimi ifadə olunur. Əslində buradakı boz oxlar dış Oğuzları, üç oxlar isə yanlış fonetik dəyişim ilə iç Oğuzların üç oxlar kimi ifadə olunmasından başqa şey deyil. Boz oxlar ifadəsindən biz düşünməliyik ki, dış Oğuzlar həmçinin bas Oğuzlar kimi də ifadə olunmuş ola bilər. Yəni, buradakı bas sözü türk dilində basmaq, keçmək mənasına gəlir. Və biz bir çox toponimdə basmaq, basar sözünün ifadə olunduğunu görürük. Və düşünməliyik ki, basar sözü demək ki, dış sözünün sinonimi kimi işlənmişdir. Və beləliklə, boz oxlar, bas Oğuzlar, dış Oğuzlar, üç oxlar isə iç oxlar, üç Oğuzlar mənasına gəlmişdir. Lakin bu yanlış fonetik etimoloji izahdır. Artıq qeyd etdiyim kimi iç Oğuz daxildə olan Oğuzları nəzərdə tutur, dış Oğuz isə kənar xaric olan Oğuzları nəzərdə tutur. Və artıq qeyd etdiyim kimi köçəri türklər böyük at sürülərinə, qoyun sürülərinə malik idi və bu sürüləri otarmaq üçün onlar daim hərəkətdə olurdu. Və bunun nəticəsində türklər bir şəhər kültürü yaşayan, yerləşik oturaq kültürü yaşayan türklər və daim köçəri həyat tərzi yaşayan türklərə çevrildi. Və əslində türklərin uzun minilliklər öz kimliyini qoruması, var olması, dilinin pozulmaması bu həyat tərzi ilə bağlıdır. Çünki türklərin bir hissəsi kəndləşib, şəhər həyatı yaşayırsa, kənd həyatı yaşayırsa, digər bir qismi köçəri idi. Və düşmənlər salınmış şəhəri, qalaları zəbt etdikdə, həmin türklərin bir qismi öz malını, mülkünü atmadan zəbt olunmuş, onu zəbt etmiş düşmənlə sosial, kültürel əlaqəyə girirdisə, digər bir qism türk isə qaçaraq həmin köçəri türklərin yanına gedirdi. Və ya daim hərəkətdə olan həmin köçəri türklər zaman-zaman müxtəlif ərazilərdə olan müvafiq boylara baş çəkir. Burada kültürel alış-veriş və dil alış-verişi baş verirdi. Və nəticədə türklər uzun məsafəyə, coğrafiyaya yayılmış olsa da onlar biri-birindən izolyasiyada qalmış xalq kimi yox, daim biri-biri ilə əlaqədə olan xalq kimi uzun minilliklər yaşamışdı. 5-ci, 6-cı minillikdən üzü günümüzə siyasi birliklər, dövlət qurulması ilə davam etdi. Və köçəri türklərdə bu müəyyən qədər fərqləndi. Və bu fərqlənmək nə ilə bağlıdır? Köçəri olan türklər boylar halında və böyük coğrafiyada yaşayırdı. Lakin düşməndən qorunmaq üçün həmin bu türk boyları siyasi birliklər qurmaq məcburiyyətində olduğunu da dərk edirdi. Lakin burada bir fərq yarandı. Yaranan fərq nədir? Əgər sən yerləşik ərazidə bir dövlət qurursansa, təbii ki, burada sən diktatura kimi, monarxiya kimi rejim ilə hər kəsi, əgər əlində güc varsa, ordu varsa, özünə şəhərləri zəbt edib özünə təslim edə bilərsən. Lakin köçəri həyat tərzi yaşayan türkləri isə zəbt etmək, işğal etmək qeyri-mümkündür. Yəni istənilən bir hökmdar köçəri olan türk boylarını fərz edək ki, zəbt etmək istəsin. Səhər qalxdıqda görəcək ki, həmin köçəri türk öz elatını yığıb, çıxıb gedib. Və elə bu səbəbdən də demək köçəri olan türk boyları könüllülük şəklində toy qururdu, qurultay yığırdı və bu qurultay öz hökmdarını, xanını, xaqanını seçirdi. Bilmirəm, izah edə bilirəmmi? Yəni, köçəri olan türklər ilk hərbi demokratik dövləti qurdu. Çünki burada olan boylar digər kənar qüvvələrdən qorunmaq üçün bir siyasi güc olmalıydı və bunu könüllü ilə həyata keçirirdi. Və həmin o boylar, boyların bəyləri, xanları içlərindən həmin dövrün, çağın, maraqlarına, siyasətinə uyğun ən irəli gəlmiş öndəri, lideri, xan, xaqan seçirdi və nəticədə hərbi demokratik dövlətin ilk rüşeymlərini yaradıblar. Lakin daha sonraki dönəmlərdə
Səlcuqlu dövründə, Osmanlı dönəmində, Qızılbaşlar dönəmində həmin köçəri türk boylarının bəylərini dövlət, müvafiq adını çəkdiyim Səlcuqlusu, Osmanlısı, Qızılbaşı özünə tabe etməyə çalışdı və nəticədə daha sonra həmin köçəri türk kültürü məhv olduğundan daha sonra həmin türkülər digər dövlətlərin də inkişaf etməsi ilə həmin dövlətlər qarşısında tab gətirmədən məhv olacaqdır. Mövzumuza geri qaydası olsaq, demək ki, köçəri olan türkülər digər yerli, məskunlaşmış türklərdən fərqli olaraq daha geniş ərazilərə yayılırdı və bu səbəbdən də biz qədim türkülərdə iki qanatlı dövlətlərin qarşımıza çıxdığını görürük. Və əsasən Orta Asiyada, Mərkəzi Asiyada, məsəl üçün Göytürk dönəmində dövlətin şərq qanadı, əsas qanad, qərb qanadı isə köməkçi qanadı idisə, biz Atilla dönəmində qərbi Hun dövlətində misal üçün qərb qanadının artıq əsas qanad, şərq qanadının isə köməkçi qanadı olan bir dövlətə çevrildiyini görürük. Yəni dolayısıyla dövlətlərdə iki qanadın, şərq-qərb qanadının olması iç və dış türklərlə bağlıdır. Yəni yerli, yerləşik türklər və köçəri həyat keçirən türklər ilə bağlıdır. Və bunun davamı kimi biz qarşımıza iki başlı qartal simvolunun çıxdığını görürük. Çox təəssüf ki, biz tarixi mətnlərə baxdıqda belə iddia olunur ki, iki başlı qartal Bizansa aiddir. Daha sonra bunu Bizansdan götürən Rusiya iki başlı qartal simvolunu öz dövlət simvoluna çevirmişdi. Lakin iki başlı qartal simvolunu biz Səlcuqluda görürük. Ondan əvvəlki dönəmdə isə bir çox daş qaya rəsmlərində görürük. Vaxt qalsa qarşıda dəyinəcəm. Və dolayısıyla demək türkülərin iç və dış türklər olması onların dövlət gələnəyində də iki qanatlı dövlətin yaranmasına gətirib çıxarmışdı. Biz Oğuz Xaqan dastanına baxdıqda görürük ki, onun iki arvaddan, hər arvaddan 3 oğlu olur və nəticədə 24 nəvəsi formalaşır, 24 nəvəsi türk boylarını formalaşdırır. Bu məsələyə toxunan Firidun Cəlilov qeyd edir ki, qədimdə 12 sayı olduqca müqəddəs idi, lakin daha sonra bu türklərdə 24 boy ilə göstərilmişdi. Ola bilsin ki, mərkəzdə Orta Asiyaya gedən türklər burada Çin təqvimindəki 24 ayı götürərək öz boylarını 24 sayına uyğunlaşdırmışdı. Yəni dolayısıyla Firidun Cəlilov qeyd edir ki, türklərdə daha ilk əvvəl 12 saylı boy sistemi olmuşdu. Daha sonra bu Orta Asiyada 24 sayı ilə əvəz olunmuşdu. Mən bu məsələyə müəyyən qədər fərqli baxıram. Mən düşünürəm ki, türklərdə ilk əvvəl 12 boy ilə göstərilən anlayışın daha sonra 24 boya çevrilməsi iç və dış oğuzların yaranması ilə, yəni türklərin iki formada iç və dış boylara ayrılmasından sonra 12-dən 24-ə çıxmışdı. Bu hansı 12 sayıdır? Bildiyimiz kimi Göbəkli Tərədə əsasən iki T şəkilli sütunun yanında 12 sayda sütun var. Daha sonra biz Öfratda Yahudilərin 12 boy olması və ya Xristianlıqda İsa'nın 12 həvarisinin olması, Şiəlikdə 12 imamın olması və 12 ayın olması kimi sayların əsasən müqəddəs 12 rəqəmi kimi daim qarşımıza çıxdığını görürük. Bunu mən əvvəlki bölümlərdə danışmışam. Amma yəni məsələ budur ki, biz Ön Asiyada 12 sayının müqəddəs olduğunu görürük. Daha sonra isə türklərdə bu 24 sayına çevrilmişdi. Bu 12-dən 24-ə çevrilmənin də yenə demək əsas səbəbi nədir? Türklərdə türk boylarının iç və dış boylara bölünməsi ilə bağlıdır. Və eyni zamanda qeyd edək ki, türklərdə zaman-zaman türk boyları iç və dış boylar kimi göstərilməsi ilə bərabər zaman-zaman ağ-qara adları ilə də göstərilib. Məsəl üçün ağ qoyunlu, qara qoyunlu, ağ hunlar, qara hunlar. Və buradakı ağ və qara sözü nəyi göstərir? Böyük ehtimal ki, buradakı ağ və qara adları demək türklərdə cəhəti göstərir. Belə ki, bir hissə şimaldadırsa, misal üçün onlara qara deyilir. Əgər qərb tərəfdə, batı tərəfdədirsə, tutaq onlara ağ deyilir. Və haşiyə çıxaraq qısaca bunu da deyim. Bəzən deyirlər ki, türklər demək Xəzərin şərqindən, Sibir Altaydan günümüz Azərbaycan ərazisinə, yəni Xəzərin qərb tərəfinə gəlmişdir.
Lakin gəlin biz dənizlərin adına diqqət edək. Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz və Xəzər dənizi. Hansı ki, Xəzər dənizinə zaman-zaman Göy dəniz deyilir və ya Göyçə gölünə Göy sözündən Göyçə deyilmişdir. Bunu niyə deyirəm? Türklər zaman-zaman cəhətləri, yəni şimalı, cənubu, qərbi, şərqi rənglərlə ifadə etmişdi. Yəni qara dedikdə şimalı, qərb dedikdə ağı, qırmızı dedikdə cənubu və göy dedikdə isə şərqi nəzərdə tutmuşdu. Və bu cəhətləri deyən türklər demək harada yaşamalı idi ki, ağ, qara, qırmızı dəniz adını versin. Demək ki, günümüz Azərbaycan ərazisində yaşamalıdır ki, onun qərbində, şimalında və cənubunda olan dənizlərə ad verə bilsin. Və biz həmçinin türk dilində ağ və qara sözünün zaman-zaman az və çox mənasına gəldiyini, həmçinin ağ sözünün imanlı, qara sözünün isə kafir mənasına gəldiyini də görürük. Misal üçün Dədə Qorqud dastanında qara köklü məlik dedikdə əslində qara saqlı məliyi mənasını ifadə edib, buradakı qara sözünün kafir, yəni xristian mənasına gəldiyini, köklü sözünün isə saqlı, yəni saq türkünü, məlik sözünün isə hökmdar mənasını ifadə etdiyini görürük. Mövzumuza geri qaydası olsaq, artıq müəyyənləşdirdik ki, atlı türkülər daha sonra yerli türklərdən fərqli olaraq köçəri türk həyat tərzini formalaşdırmışdı və bunun da əsas səbəbi demək mərkəzə doğru kənar qüvvələr tərəfindən sıxışdırılan türklərin bir hissəsi həyatda var olma mücadiləsini köçəri həyat tərzi ilə yaşamışdı və köçəri həyat tərzini yaşamaq isə türklərin min illər boyu türklük kimliyini itirmədən yaşamasına səbəb olmuşdu. Niyə səbəb olmuşdu? Artıq qeyd etdiyim kimi daim bir yerdə, bir şəhərdə məskunlaşmış türklər asanlıqla digər düşmən tərəfindən işğal oluna bilər, onların kültürünə məruz qala bilərdisə, köçəri türklər düşməndən daim rahatlıqla qaça bilirdi, onlar mobil həyat tərzi keçirirdi və eyni zamanda böyük coğrafiyada dolanan türklər zaman-zaman yerli türk boyları ilə təmasda olması, onların dil alış-verişində olması, kültür alış-verişində olması və həmçinin qız alış-verişində olması səbəbilə həmin türkləri genetik olaraq sağlam etmişdi, həmin milli kimlik və dil baxımından uzun minilliklər boyu qorumuşdu. Bildiyimiz kimi türklərdə bir adət var idi, onlar 7 arxa dönəni keçmədən həmin qohumdan qız almırdı. Bəs bu nə cür baş verirdi? Biz Dədə Qorqudda da buna bənzər hadisələri görürük ki, demək qız almaq üçün o uzaq tayfa qohumlarının yanına gedir, oradan qız alır. Yəni dolayısıyla köçəri həyat tərzi keçirən türklər bax bunu mobilizə etmiş, daha aktiv formada həyata keçirmişdi. Və biz eyni ilə türklərin köçəri həyat tərzi keçirərək düşmənlərdən qaçması izini harda görürük? Ergenekon dastanında görürük. Biz burada türklərin bir dağ vadisinə gedib orada yaşayıb çoxalmasını və daha sonra geri döndüyünü görürük. Bu əslində həmin iç və dış Oğuz mədəniyyətinə yazılmış alt kodlardır ki, yəni sən düşmənə qalib gələ bilmirsənsə mütləq oradan qaçmalısan, kənarlaşmalısan, qüvvə topladıqdan sonra isə geri gəlməlisən. Və haşiyə çıxaraq bunu da qeyd edim ki, həmin prinsipi Atatürk də zamanında həyata keçirəcəkdi. O qurduğu Türkiyədə Türkiyə ərazisini yalnız qura biləcəyi torpaqlar ərazisində həyata keçirmişdi. Çünki bundan artığına nə onun, nə xalqının o günkü gücü yetərli deyildi. Bunu ayrıca bir dəfə mövzu kimi danışa bilərik. Və indi qaydaq əsas məsələyə, türklər köçəri olması bir eyibdirmi? Artıq müəyyənləşdirdik ki, türklərin bir hissəsi oturaq, arançı həyat tərzi keçirirdi, digər bir hissə isə köçəri həyat tərzi keçiribdi. Yaxşı, köçəri həyat tərzi keçirmək nə deməkdir? Köçəri həyat tərzi keçirən də həmin türklərin atı olmalıdır, şalvarı olmalıdır, yəhəri olmalıdır, üzəngi olmalıdır. Və həmçinin qeyd etməliyəm ki, atlı türklər mobil hərəkət edərək döyüşməsi üçün yay və oxdan istifadə etmişdir. Düşünə bilərsiniz ki, türklərin çağdaşı olan bütün topluluqlar yay və oxdan istifadə etmişdir. Bəli, haqlısınız. Amma bir əmması var. Belə ki, türklər kompozit yaylardan istifadə etmişdir. Kompozit yay dedikdə onlar xüsusi ağac növündən yayın
hissələrini hazırlayır, balıqların yağından hazırladığı yapışqandan istifadə edir və həmçinin öküzlərin buynuzundan və ayaq damarlarından istifadə edərək ağacı, öküzün buynuzunu və ayaq damarlarını xüsusi texnologiya ilə birləşdirib bir neçə hissədən formalaşmış kompozit yaylardan istifadə edirdi. Və bu kompozit yaylar daha uzaq məsafəyə ox atırdı. Və bu yay ilə atılan oxlar bütün çağların, bütün dövrlərin, bütün xalqların yaylarından bir və ya bir neçə dəfə uzağa ox atmağa imkan verirdi. Və həmçinin türklər orta və böyük ölçülü yaylardan istifadə edirdi ki, bu yaylarda türklərin at çaparkən geriyə dönərək ox atmasını asanlaşdırırdı. Və bu üstünlük türklərə uzun əsrlər boyu atla hərəkət edən, mobil, döyüşkən xalq kimi tanınmasına, xatırlanmasına səbəb olmuşdur. Və xalq orqanizə halda həyat keçirməlidir, çadır qurmalıdır. Bu çadırda keçə və xalçalardan istifadə etməlidir. Çünki çox soyuq ərazilərdə heyvan dərisi ilə sən çadır qura bilməzsən. O ilk yağışda ıslanıb və ağırlığından çökər. Və demək ki, soyuq ərazilərdə əsas çadır qurulmasının materialı keçə idi. Və keçə bu günü üçün, bizim üçün arxaik, geridə qalmış bir texnologiya sayıla bilər. Keçə o dövrün ən vacib məhsulu idi. Və həmçinin xalça və xalı toxumalı idi ki, onu çadırın içinə qoyub istidən, soyuqdan qorunsun. Mən qeyd etdim ki, bizdə də Qorqud dastanına baxdıqda iç və dış Oğuz adlarını görürük. Demək ki, burada hər hansısa bir xüsusi problem yoxdur. Lakin biz Albaniya ərazisinə baxdıqda görürük ki, eramızın 4-cü, 5-ci yüzilliyində bir Sisakan bölgəsi var. Yaxşı, bu Sisakan bölgəsi nədir? Bir çox tarixçi bu Sisakan bölgəsinin Sak türkləri ilə əlaqədar olduğunu deyir və ilk hissədə olan Si hissəsini bəzi tarixçilər 3 mənasında izah edir. Yəni Sisakan 3 Sak deməkdir. Digər bir qism isə buradakı Si hissəsini Su türk boyları ilə əlaqədar olduğunu qeyd edib, Su və Sak birliyindən yaranmış bir ad olduğunu düşünür. Mən isə buradakı Sisakan sözünün iç saklar olaraq ifadə ediləcəyinin doğru olacağını qeyd edirəm. Çünki sakların oturaq həyat tərzi keçirilənlərinə iç saklar deyilmişdi, eyni ilə iç Oğuzlarda olduğu kimi və onlar da demək daha sonra fərqli mənbələrdə Sisakan kimi qarşımıza çıxır. Və biz həmçinin Midiya dönəminə baxanda orada Saspir adlı bir tayfa birliyinin olduğunu görürük. Herodot qeyd edir ki, Kohidayanların yanında Saspirlər yaşamışdı. Və Firidun Cəlilov bu məsələyə toxunaraq qeyd edir ki, buradakı Say hissəsi Gürcü dilində olan ön şəkilçidir, digər hissə isə Siber sözü bizim bildiyimiz subarlardan başqası deyil. Və mən buradakı Say hissəsinin yenə iç sözü olduğunu və bu Sasper sözünün iç subar mənasına gəldiyini qeyd edirəm. Biz eramızdan əvvəl 5-ci, 4-cü minillikdən günümüzdə subar türklərinin var olduğunu görürük və Sasper adının iç subarların isə olması o deməkdir ki, subarların bir hissəsi oturaq həyat tərzi keçirmişdi, digər bir qismi isə zamanla köçəri həyat tərzi keçirmişdi. Və biz dolayısıyla iç Oğuz, dış Oğuz adının, həmçinin iç Sak adının və həmçinin iç Subar adının olduğunu görürük. Və bu arada qeyd edim ki, bizim Tovuz rayonu da dış Oğuz sözündən formalaşmış bir adlı zamanla təhrif olunaraq Tovuz sözünə çevrilmişdi. Yəni dolayısıyla Tovuz rayonunun adı Tovuz quşu ilə əlaqədar deyil. Firidun Cəlilov eramızdan əvvəl 5-ci əsrə aid bir Sak skit qabının üzərində Kayı boyunun damğasının olduğunu müəyyənləşdirmişdi. Yəni demək ki, Oğuzlarda Kayı boyu olduğu kimi Saklarda da Kayı boyu olmuşdu. Yaxşı, bu Kayı boyunun damğası nəyi ifadə edir? Bu əslində iki ox və yayı ifadə edir. Çünki türklərdə yay hakimiyyəti, oxlar isə ona tabe olan boyları ifadə etmişdi. Və elə bu səbəbdən də Kayı boyunun damğası hakimiyyət, hökmdarlıq damğası idi. Və biz bu zaman
Saklar və Oğuzların iç və dış türk boyları kimi fəaliyyət göstərdiyini düşünməliyik. Təbii ki, bu ayrı bir mövzudur və geniş araşdırma tələb edən bir mövzudur. Və son olaraq Qıpçaq sözünün etimoloji təhlilini verək. Mən əvvəlki söyləşilərdə qeyd etmişdim ki, ilk 3 türk boyu olmuşdu. Bunlar aslar, sular, urlardı və onlar adının əvvəlinə və ya sonuna Tanrı sözünün ilk kökü olan ha hissəsini, Tanrı mənasını ifadə edən öç sözünü və şəxs, kişilik mənasını ifadə edən mən sözünü əlavə edərək fərqli boy adları formalaşdırmışdı. Və bu fərqli boy adları uzun minilliklərdə böyük coğrafiyada bizim qarşımıza çıxır. Və beləliklə az türklərinin bir hissəsi özünə İmanlı, tanrılı aslar mənasında ökaz demişdi və daha sonra bu söz Oğuz, Kaz, Kaspi, Xas, Xəzər kimi ifadə olunmuşdu. Və su boylarının bir hissəsi daha sonra özlərinə imanlı, tanrılı sular mənasında Suyök demişdi və bu daha sonra bizim qarşımıza sap kimi çıxmışdı. Və bir də bizim böyük ərazilərə yayılmış Qıpçaq tayfasının olduğunu görürük. Və Qıpçaq və Oğuzlar zaman-zaman birgə hərəkət etmiş, lakin sonuncu minillikdə isə Oğuz və Qıpçaqlar əsasən iki fərqli dini seçməsi səbəbilə Oğuzların əsasən İslamı, Qıpçaqların isə xristianlığı seçməsi ilə qarşı-qarşıya gəlib savaşdığını görürük. Yaxşı, Qıpçaq sözü necə formalaşır? Ümumi əksəriyyət dilçilər Qıpçaq və Kuman türklərini eyniləşdirir və onların ağbəniz, sarışın mənasına gələn sözdən formalaşdığını düşünürlər. Biz söyləşinin əvvəlində eramızdan əvvəl Kuman bəyliyinin olduğunu qeyd etdik və biz daha sonra 1200-cü illərdə Kumanların və Qıpçaqların yenidən tarix səhnəsinə çıxdığını görürük. Lakin əslində biz Hunların, Kumanların və Qıpçaqların eramızdan əvvəl vahid bir boy olduğunu, daha sonra fonetik dəyişim ilə Hun, Kuman, MB keçidi ilə Qıpçaq olaraq deyildiyini düşünməliyik. Yəni dolayısıyla Hunlar, Kumanlar və Qıpçaqlar eramızdan əvvəl var olmuş türk boyudur, lakin növbəti uzun yüzilliklər, min illər və böyük coğrafiya onları Hun, Kuman və Qıpçaq olaraq xatırlanmasına səbəb olmuşdur. Və buradakı Hun hissəsi təbii ki, hər hansısa rəngi bildirən bir söz deyil. Hun sözü ök və on sözünün birləşməsindən formalaşmış bir addır. Artıq qeyd etdiyim kimi ök sözü əski türk dilində yaradan mənasına gəlirdi. On sözü isə türk dillərində rəqəm və birlik mənasına gəlir. Və dolayısıyla ök on ilahi birlik, imanlı birlik deməkdir. Bu isə o deməkdir ki, Hunlar, Hun olmuş türklər Assur boylarından olmuş boylar olduğundan onlar artıq Assu və Ur boylarının hər hansısa birinin adı ilə yox, imanlı birlik mənasına gəlmişdir. Və biz həmçinin Çin qaynaqlarında on oxlarında olduğunu bilirik. Bəziləri düşünür ki, burada olan ox sözü sıradan oxu bildirir. Mən bu söyləşidə də ifadə etdiyim kimi türklər yazılı dönəmdən əvvəl müvafiq adları, müvafiq sözləri, müvafiq bənzər isimlər ilə ifadə etməyə çalışmışdı. Və elə bu səbəbdən də yaradan mənasına gələn ök sözü və yayın atdığı ox sözü fonetik olaraq bənzər olduğundan daha sonra türklər hakimiyyəti ifadə etmək üçün yayı, kamanı simvollaşdırmışdı və yayın atdığı oxlar isə həmin kama, həmin xana tabe olan boyları
ifadə etmişdi. Yəni dolayısıyla hakimiyyət damğası olan yay, kaman və ox və həmçinin ök-on, yəni Tanrıya inananların, imanlıların birliyi mənasına gəlmişdi. Və beləliklə Hun sözü ök-on, imanlılar birliyi mənasına gəlir. İmanlı birlik mənasına gələn Hun sözü və hakimiyyəti ifadə edən yay, kaman və ox damğası paralel işlənmişdi. Və daha sonra bu Hun sözü həm Hun olaraq, həm Hunların birliyi mənasında Kuman olaraq və həmçinin M-B keçidi ilə qıpçaq olaraq qarşımıza çıxır. Geriyə qalan yeganə sual isə qıpçaq sözünün sonundakı caq hissəsidir. Bu caq hissəsi açıq söz kökü ilə mi bağlıdır, yoxsa sak sözünün fonetik dəyişimidir? Hun, sak, Hun və sak birliyi deməkdir. Qanzaq şəhərində olduğu kimi düşünməyə dəyər. Beləliklə biz atlı türk boylarının atlı çoban kültürü formalaşdırdığını və bu kültürün özlüyündə at, araba, şalvar, çadır kimi o dövrün ən üstün texnologiyasını özündə yaşatdığını görürük. İndi gəlin görək bizim bu dediyimiz sözlərin etimoloji təhlili nədir? Qısaca ilk əvvəl dış oğuz adını nəzərdən keçirək. Artıq qeyd etdiyim kimi bəziləri düşünür ki, buradakı dış oğuz daş oğuz deməkdir. Xeyr, buradakı dış oğuz kənar oğuzlar deməkdir. Dış sözü demək ilk dildə itti, ayrılma, qırılma kökü və issi ayrılma kökünün birləşməsindən dis sözü formalaşmışdı. Biz bundan dis, ayağın hərəkət edən hissəsi kimi qarşı tərəfi göstərən sinə mənasına gələn döş sözünün olduğunu, daş, daşqın və dışarı sözünün olduğunu görürük. Həmin dış sözü Hind-Avropa dillərində kənar mənasına gələn söz önünə çevrilmişdi. Buna ən bariz nümunə kimi like, dislike misal göstərə bilərik. Və indi görək, atı kimlər kəşf edib? Biz at sözünə baxışdan görürük ki, at sözü iki səslidir və türk dilindədir. Yaxşı, at sözü hansı kökdəndir? Böyük əksəriyyət dilçilər düşünür ki, at sözü atmaq, atılmaq kökündəndir. Əslində at sözü it, öt kökündəndir. İlk dildə ı səsi ayrılma, qırılma, hərəkət bildirir və o t səsi ilə birləşərək it, itmək, itələmək sözünün də köküdür və həmçinin bu kökdən ötmək sözü var. Hansı ki günümüzdə maşın ötməsi, zaman ötməsi mənasına gələn sözü də işlədirik. Yəni dolayısıyla it, itələmək, ötmək və at sözü eyni kök olmuşdu. Daha sonra türklər fleksiya edərək bu sözləri biri-birindən fərqləndirməyə çalışmışdı. Bu arada qeyd edim ki, demək dillər, kök dillər, flektiv dillər və iltisaqi dillərə bölünür. Flektiv dillər o deməkdir ki, sözlər içindən dəyişir. Lakin biz türk dilində də ilk dövrdə sözlərin biri-birindən fərqlənməsi üçün saytlərdə fleksiya qanununun olduğunu görürük. Mən bunu kitabımda geniş formada təhlilini vermişəm. Yəni dolayısıyla it, ötmək və at sözü eyni kökdür və türklər it kökündən bunu ilk dildə fleksiya edərək saytlərini fərqləndirib ki, daha sonra it dedikdə itələməyi başa düşsün, öt deyəndə saytı dəyişib ki, onun nəyisə ötüb keçməsini başa düşsün və a səsinlə onu deyib ki, başa düşsün ki, bu at heyvanını nəzərdə tutur. Və biz ərəb dilinə baxdıqda burada atın dab sözü ilə ifadə olunduğunu görürük. Yəni indi düşünün, türklər iki səsli sözdən bir at sözünü formalaşdırır, bu ərəblərdə isə üç samit səs kökü ilə formalaşıb. Və fars dilində bu səmənd və ya demək raş kökü ilə bağlıdır. Demək biz fərqli dillərə baxdıqda, məsəl üçün ingilis dilində atın horse olaraq deyildiyini görürük. Bu horse sözü bizim dilimizdəki koş sözü ilə eyni kökdür. Biz qaçmaq mənasında dediyimiz koş sözü ki var. Həmin koş sözünü biz üzr istəyirəm ifadəmə görə eşşəklərə hərəkət etdirərkən istifadə edirik. Hoş deyilən ifadə ki var. Həmin o söz daha sonra ingilis dilində horse sözünə çevrilibdir. Artıq bu türklərdən Hind-Avropa xalqına mı keçib, yoxsa bunlar eyni söz kökü olub, daha sonra bunu ayrıca istifadə edib, bu ayrıca təhlil olunmalı, düşünülməli, müzakirə olunmalıdır. Biz Çuvaş dilinə baxdıqda, Çuvaş dilində atın laş formasında ifadə olunduğunu görürük. Çuvaş dilində at mənasına gələn laş sözü
Türk dillərində istifadə edilən ulaşmaq sözündən fərqli bir söz deyil. Və rus dilində at mənasına gələn loşad sözü də, Suvaş dilində at mənasına gələn laş və türk dilində at mənasına gələn at sözünün birləşməsindən loş at kimi qarşımıza çıxır. Bəziləri iddia edir ki, türklərdə rəhli at mənasında alaş deyilmişdir. Lakin biz yalnız indi müəyyənləşdirdik ki, demək ki, türk dilində ulaşmaq mənasına gələn kökdən suvaşlar və bəzi türklər laş sözünü demişdi və bu laş sözü ola bilsin ki, hansısa bir at növünün məxsusi adına çevrilmişdir. Yəni buradakı laş sözü rəng ilə yox, hərəkət ilə bağlıdır. Və araba sözü. Demək, araba sözü iddia olunur ki, denilən etimoloji təhlil kitabını açıb oxuyası olsaz, görərsiniz ki, orada qeyd edirlər ki, araba sözü Hind-Avropa dilindən aiddir və sanskritcədə rada deyilən bir söz var. Dəqiq müəyyənləşdirilib ki, bu həmin Hind-Avropa dilinə aiddir. Lakin araba sözünün Hind-Avropa dillərindən türk dilinə hansı formada keçməsi isə qeyri-müəyyəndir deyirlər. Qəribə səslənmirmi? Araba sözü 100% əmindirlər ki, Hind-Avropa dilinə aiddir, lakin o türk dilinə hansı formada keçib bu qeyri-müəyyəndir. Demək ki, araba sözünün Hind-Avropa dilinə aid olması ilə bağlı bunlar tarixdən, keçmişdən bir müqavilə alıb, peçadı möhür üstündədir, lakin türk dilinə nə cür keçib o sənəd gəlib çatmadığından o hissəni dəqiq bilmirlər. Düzmü deyirlər? Demək, mən ilk dilin kökəni ilə bağlı tam geniş təhlil aparmışam, bütün səslər üzrə feillərin tam təhlilini aparmışam və burada irri kökü və ibbi kökü, ayrılma, qırılma, hərəkət kökü olan iki fərqli kök birləşib, bir kökündən apar sözü formalaşıb. Hansı ki, biz dilimizdə indi deyik, nəyinsə daşınması mənasında o söz işlədirik, aparmaq. Və həmin aparmaq sözündə səsi düşərək par var sözü var. Hansı ki, günümüz Türkiyə türkcəsində varmaq hansısa yerə çatmağı nəzərdə tutur. Azərbaycanın bir çox dialektində və Qazaq dialektində varmaq hansısa yerə çatmağı bildirir. Misal üçün filan yerə vardım və ya filan yerə varıb getdim kimi. Və Orxan Yenisey yazıtlarında hansısa yerə çatma demək olar ki, yalnız var sözü ilə işlənmişdir. Məsəl üçün Bilgə Xaqan Gültəkin öz ordusu ilə hansı əraziyə çatır, bütün bu ifadələr mən ordumla filan yerə vardım kimi işlənmişdir. Həmin ipir kökünün tərs kombinasiyası olan rip kökündən biz araba sözünün olduğunu görürük. Və araba sözü ilə eyni fonetik kökə malik olan ingilis dilində arrive sözü də çatmaq mənasına gəlir. Və artıq qeyd etdiyim kimi dilçilər iddia edir ki, biz araba sözünü kimlərdən salmışıq. Niyə? Çünki o dövr üçün arabanın kəşfi indiki kosmosa pek uçurulmasına bərabərdir. Və bu səbəbdən də qəribə bir qısqanclıqla çalışırlar ki, bunlar iddia etsin ki, at Hind-Avropa mədəniyyətinə aiddir, şalvar Hind-Avropa mədəniyyətinə aiddir, araba Hind-Avropa mədəniyyətinə aiddir. Çünki bu üçləmə biri-birini tamamlayır. Çünki sən atı əhəlləşdirməlisən ki, daha sonra araba düzəldəsən, daha sonra atın üstünə minirsənsə şalvarı icad etməlisən. Və biz eyni ilə ıqqı və ımmı kökünün birləşməsindən ıqım, akın kökünün formalaşdığını görürük. Akın söz hansıdır? Dilimizdə çayın axması mənasına gələn akın sözü var və ya türklərdə kəşfiyyat mənasında, ön dəstələr mənasında akıncı sözü var və həmin akın sözündə ilk səsin düşməsi ilə genəlmə, genişlənmə sözünün kökünün olduğunu görürük. Rus dilində at mənasına gələn kon sözünün olduğunu görürük. Türk dilində su nəqliyyat vasitəsi kimi gəmi sözünün olduğunu görürük. İngilis dilində davam etmək mənasına gələn continue sözünün olduğunu görürük. Və həmin kon sözündə, gen sözündə, akın sözündə n-nın nıqılaşması ilə, sağır niyyət çevrilməsi ilə biz sual işarəsi olan hangi sözünün yarandığını görürük. Daha sonra bu hangi də qının sılaşması ilə o hansı sözünə çevriləcək, hanı sözünə çevriləcək və eyni ilə həmin kan-da n-nın nıqılaşması ilə biz kank sözünün araba mənasına gəldiyini görürük. Hansı ki, Çin yazılarında kanklı, arabalı türklər mənasında işlənən sözün olduğunu görürük. Demək ki, biz türk dilində həm araba, həm kank formasında iki fərqli sözün araba mənasına gəldiyini gördük. Ümumiləşdirdik ki, türklər iç və dış türklərə ayrılıb.
Biz Dədə Qorqud dastanında iç və dış türklərin geniş fayda olunduğunu görürük. Biz həmçinin Sisakan sözünün iç saklar mənasında, Sasber sözünün iç subar türkləri mənasına gəldiyini gördük. Və müəyyənləşdirdik ki, türklər eyni anda oturaq türklər, arançı türklər və köçəri türklər formasında eramızdan əvvəl 5-ci, 4-cü minillikdən son minilliyə qədər yaşamışdı və türklərin köçəri olması onların düşmən işğalından qaçmasına və həmçinin digər yerli türklər arasında daim hərəkətdə olması səbəbilə türk kültürünü, kimliyini, dil təkamülünü, dilin itməməsi kimi səbəblərə gətirib çıxarmışdı. Suallar var. Novruzla bağlı sual verəcəm. Novruzda deyilir ki, o oddan içindən tullana deyir ki, ağırlığım, uğurluğum odda qalsın. Yəni bunun açıqlamasını zəhmət olmasa, burada bu kəlmə nəyi ifadə edir, nəyi bildirir? Ümumiyyətlə tonqalın üstündən tullanmaq da elə özü də nəyi ifadə edir bu? Aydındır. Demək, türklərdə bir ocaq kültürü olub. Ocaq kültürü deyəndə bu otpərəstlikdən və zərdüştlükdən fərqli bir kültürdür. Ocaq sözü ilə fonetik bənzərliyə malik olan cocuq, çağa, çoxalma kökü var. Zamanımız yoxdur, bunu qısaca deyirəm. Türklər ata yurdundan daim nə edirdi? Ocağın bir böyük közünü götürürdü. Növbəti ailə ayrılır, aparıb ocağı həmin o köz ilə yandırırdı. Və bu səbəbdən də İnanılırdı ki, bir ailənin davamlı olması, yəni ailə qurması, uşaqlarının olması, həmin dil ilə desək, cocuğunun, çağasının olması ateş olan ocaq ilə rəmzləşdirirdi. Və bu səbəbdən də yanan közdən bir közü götürüb, ailə quran gedib növbəti ocağı satırdı. Və bu səbəbdən də bir qarğış var, deyirlər ocağın sönsün. Ocağın sönsün nədir? Demək ki, bir atanın yurdundan artıq onun közündən götürüb, aparıb yeni ailə quracaq kimsəyə qalmasın deməkdir. Həmçinin ateş, ocaq türklərdə arınma vasitəsi idi. Düşünülürdü ki, ocaq pis qüvvələri qovur. İnsanlar demək, baharın gəlməsini, martın 21-də günəşin oyanmasını, yəni Naruzu rəmzləşdirərək göstərərkən ocağın üstündən atılaraq qeyd edirdi ki, ağrım və ağırlığım ocağa. Lakin daha sonra bu fonetik dəyişim ilə bilərəkdən və ya bilməyərəkdən ağırlığım, uğurluğum ocağa kimi deyilmişdi. Və hər kəs bunu o formada dediyindən mən də ağız alışqanlığı olaraq zaman-zaman, məsəl üçün Novruz deyirəm, çünki dərslikdə, rəsmi yerlərdə bu cür danışdığımızdan, məsəl üçün Novruz yox, Novruz deyirik və ya ağırlığım, uğurluğum oxuduğumuzdan ağırlığım, uğurluğum deyirik. Lakin sual yaranır ki, insan niyə uğurunu ocağa atsın? Məsələ buradadır ki, burada uğurdan getmir. İnsanın bir ağrısı var, bir ağırlığı var. Yəni əski türk dilində bu iki ayrı fərqli anlayışdır. Ağrı, yəni can ağrısı, bədənin ağrısıdırsa, ağırlıq isə sənin bütün bildiyin problemlərdir. Yəni əski türk dilində ağırlıq dedikdə bu günümüz problem sözünə qarşılıq gəlir. Və qədimdə insanlar ocağın üstündən atılanarkən deyirdi ki, ağrım və ağırlığım ocağa. Və daha sonra bu ağrım, uğurluğum kimi yazılmış və bu formada təhlil olunmuşdur. Çilə bars dilindədir. Ümumiyyətlə çilə 40 deməkdir. Maraqlı sualdır Hüseyn qardaş. Bəziləri iddia edir çilə sözü fars dilində olan sözdən götürülüb və 40 deməkdir. Qeyd edim ki, fars dilində 40 zəhər deməkdir. Əgər nərtaxta oynayırsınızsa, zahar sözü var. Yəni həmin o köklə uyğun sözdür. İndi sən zaharın üzünü, başını döyük, görüm o çilə sözünə necə çevrilir. Və ya cəhəl sözü, yəni fars dilində 40 olan söz çiliyə necə çevrilir. Və bu arada qeyd edim ki, biz qışı hansı aylarla deyirik? Böyük çilə, kiçik çilə və boz ay. İndi fikir verin. Sağ ol. İndi fikir verin. Böyük çilə deyəndə, əgər bu çilə 40-dırsa, böyük çilə nədir? Böyük çilə elə türklərdə 40 gündür. Yaxşı, bu böyük çilədirsə, yəni onda belə çıxır, böyük 40. Növbəti ay 20 gün olur. Buna da deyirlər türklər kiçik çilə. Nə olur? Bu da olur kiçik 40. Məntiqə uyğun gəlir. Yəni yenə deyirəm də hər şey farslaşdırmaqla deyil. Və növbəti də boz aydır. Bir fikir verin. Demək burada bir məntiq var və bu məntiqə əsasən türklər deyir ki, bir böyük çilə var. Sonra deyir ki, bir kiçik çilə var və ondan sonra da o nədirsə o bozlaşır olur boz çilə. İlk dildə ç səsi ilə u saitinin birləşməsindən utsu kökündən yuxarı və onun ziddi aşağı mənasına gələn söz və həmçinin
işıq və onun ziddi kimi aşağı qaranlıq mənasına gələn söz kökünün olduğunu görürük. Və biz uççu kökündən dilimizdə çal sözünün olduğunu görürük və əski türk dilində açal, çal sözü işıq, isti, yuxarı mənasına gəlmişdi. Filankəsin saçı çallanıb. Məsəl üçün mənim saçım çallanıb, yəni ağarıb. Yəni qədim dildə isti, işıq, ağ sözləri biri-birini xarakteri olan sözlərdir. İndi dil təhlilini danışmırıq. Yəni bax o çal sözü həm yuxarını bildirir, həm işığı bildirir. Və onun ziddi kimi olan çal sözündən bizim dilimizdə çöl sözü var. Yəni düz, aşağı mənasını bildirir və eyni ilə çil sözü qara və ya qış mənasına gəlir. Əski türk dilində demək çil sözü qış mənasında da işlənib və tünd, aşağı və ya tünd mənasında işlənib. Məsəl üçün ləkəli toyuğa nə deyirlər? Çil-çil toyuq. Və bir insanın üzündə ləkələr olanda nə deyirsən? Çil-çil. Və bu çil nədir? Demək yuxarının aşağısıdır. Qısaca deyim, məsəl üçün qor sözü əski türk dilində həm yuxarını bildirir, həm işığı bildirir. O qor sözündən ziddi kimi aşağını bildirən quru sözü var və həmçinin işıqsızlıq mənasına gələn qara sözü var. Aydındırmı? Qor sözü hansı ki qəlbimə qor düşdü sözünün kökündə olan, hansı ki xoruz sözünün kökü olan. Bax qor sözü, ukur, qor sözü yuxarını bildirir. Onun ziddi mənasında quru sözü aşağını bildirir. Qara sözü onun işığın ziddi olan qaranı bildirir. Və eyni məntiqin ziddi kimi də uçul, çal sözü yuxarını bildirir. Çil sözü isə aşağını, soyuğu bildirir. Çox təəssüf ki, vaxtımız yoxdur. Qarşıda bunu geniş formada deyərəm. Dolayısıyla buradakı böyük çilə, böyük qış deməkdir, böyük soyuq deməkdir. Kiçik çilə, kiçik qış deməkdir. Və artıq boz ay nədir? Nə qışdır, nə yazdır. Boz aydır. Bunu ifadə edir. Dolayısıyla çil çıraq da qış çıraq demək deyil. Çil çıraq, işıqlı çıraq deməkdir. Üçüncü bir sualımız Rəşad bəy, sonuncu sualımız. Türkiyə Novruz bayramına qarşı münasibət niyə soyuqdur? Aydındır, tez-tez mənə də səsləndirirlər. Deyirlər, əgər Novruz bayramı Türk bayramıdırsa, niyə Türkiyədə bu soyuq keçirilir? Novruz bayramına soyuqluq İslamın qəbul etməsi ilə paralel baş vermişdir. Yəni Səlcuqlu zamanında biz Novruzun sarayda qismən keçirildiyini görürük, zaman-zaman Osmanlıda keçirildiyini görürük. Lakin daha sonraki dönəmlərdə, məsəl üçün Osmanlıda əxlik təşkilatı var. Zamanla bu pozulur. Əxlik təşkilatı bir türk təşkilatı idi. Eyni ilə görürük Osmanlıda türk atributlarından, türk simgələrindən və türklüyün özündən uzaqlaşma baş verir. Və Osmanlı Novruz bayramından uzaqlaşmışdı. Atatürk dönəmində Cümhuriyyəti qurduğu ilk dönəmdə Novruz bayramını keçirtdiyi bəllidir. Ondan sonraki dönəmlər isə ayrıca təhlil olunmalıdır. Amma biz Türkiyədə qəribə bir kəsiyin olduğunu görürük. Yəni onlar nə qədər türkçülükdən danışsa da, nə qədər bozqurt dərnəkləri olsa da, onların türk tarixinin böyük bir hissəsini itirdiyini görürük. Bu xüsusi səbəblər demək türklərdə sünni türklər ilə qızılbaş türklər arasında baş verən ayrılma səbəblərini, yəni müəyyən atributları qızılbaş türklər yaşatdığından artıq Osmanlı dönəmində bir dövlət siyasəti kimi müəyyən şeyləri görməzdən gəlib. Yoxsa necə bu geniş danışıla bilər. Amma mən çalışıram bunu üstü örtülü keçim ki, belə deyək, qardaş Türkiyənin xətrinə dəyməsin. Amma bir şey deyim. Burada mənə elə gəlir ki, kimisə xətrinə dəyəsi bir şey yoxdur. O videonu da yəqin videonun arxasına da qoyaram. Çox qəribədir. Türkiyədə bir veriliş qarşıma çıxdı. Qədim Türk yeməkləri adı ilə bir verilişdir. Cavan 25-30 yaşında oğlan qızlı oturub biri onlara təqdim eləyir. Təsəvvür elə bizim yuxa dediyimiz, bəzi dialektlərdə fətir dediyimiz çörəyi ona təqdim eləyir o digər oğlan qıza. Təsəvvür elə bunlar yuxanın nə olduğunu bilmir. Bugün Azərbaycanın istənilən rayonuna gedəsi olsan, həmin yuxanın bişirildiyini, quru halında üst-üstə yığılıb saxlandığını, sonra su çilənərək yumşaldılıb yeyildiyi bəllidir. Bu Türkiyədə bu kültür itib. Yəni bunlar bu çörəyin nə olduğunu bilmir. Və ya məsəl üçün Azərbaycanda bir çox bölgədə qurut var. Qatıq nehrədə çalxalanır, ondan ayrılan yağ var, bir də digər hissəsindən qurut düzəldir. Həmin o qurut daha sonra suda əridilərək xəmir yeməklərinin və digər yeməklərin üstünə tökülərək yeyilir. Və köçəri türklər də təbii ki, qurutdan daha çox istifadə edirdi. Çünki qurut daha uzun müddət qalır. Hətta illərlə qala bilir. Təsəvvür elə ki, bunlar həmin qurudun nə olduğunu bilmir və onu təqdim eləyən yoldaş da onlara o qurudu quru formada verir ki, alın dadına baxın. Yəni indi düşünün.
bir fətiri, bir yuxanı, bir qurudu bilməyən bir Türkiyə gəncliyi var və bu hadisələr heç bir siyasi maraq daşımır. Bu siyasi maraq daşımayan belə 1000 illik kültürü bunlar itiribsə, burada Novruzun digər siyasi məqsədlərlə itirildiyi və unudulması şübhə doğurmamalıdır, mənə elə gəlir. Bəli, Rəşid bəy, çox sağ olun, təşəkkür edirik. Canlı yayıma gəldiniz, bu növbəti söyləşini etdiniz bizimlə. Bir daha sizə təşəkkürümü bildirirəm. Növbəti söyləşilərdə görüşərik. Hər kəsə Sağ ol. təşəkkür edirəm. Şöyle koyayım. Kenebiç mi bu? Sert bir hamur mu? Kireç taşı mı bu ne? Bayağı sert. Kırmalı bir şey bu. Sabun kokuyor kız. Ne kokuyor? Peynir kokuyor. Bu bir peynir arkadaşlar ama kurutulmuş bir peynir. Şimdi arkadaşlar bu yiyeceğin adı kurut. Kurut. Kurut Çok peynir. yaratıcı Aynen, olmuş. gerçekten. Peyniri kurutuyorsun, kurut. Çok tuzludur bu. Kokuyor. Oha taş gibi lan bu. Bunu suyla yumuşatmadan mı ısıracağım ben? İşte arkadaşlar bir bilgisi var. Kurut Göktürkler dönemi yani 6. yüzyıl ve öncesine kadar uzanıyormuş. Kurut o dönem yolculuk esnasında kolay taşımak ve bozulmayı önlemek için yapılmış. Kışın suyla abi yumuşatılarak çorba ve yemek yapımında da kullanılıyormuş. Mantıklı aslında. Yani Ya bunlar peynir hep içinde. şu ana kadar gelen her şey sürekli olarak hareket halinde olan bir toplum. Ya şunu bir ısıt be kardeşim Evet be. ya. Arkadaşlar kuru yufka. Kuru yufka ne ya? Evet. Yufka Ne yapacağım burada çıt çıt kırıp yulaf mı yiyeceğim? Evet. Ah. Ha. Çiğ bu. Yufka ekmeği ilk yazılı kaynaklarımızdan olan Orhun yazıtlarında yuyuka olarak bahsedilmekteymiş. Yani Göktürkler döneminde yufka ekmeğinin tüketildiğini gösteriyormuş bu da. Çok iyi. Tüketileceği zaman hafif suyla ve ısıtılarak yumuşatılabiliyormuş. Bu bize geldi bu arada semsertti. Kas katı bir şeyler. Biz suyla bunu yumuşattık bu hale geldi yani. Yine bir kurutma. Heh, Yine bir de bir kurutma var. ömrünü uzat.